Kim aqibətindən nigarandır ki, imansız dünyasını dəyişər, xanım Zəhranın qapısına çox getsin. Ana axırdan çox nigarandır uşağının axırından. Həzrət Zəhranın qapısına getsin, desin, ana mən narahatam. Ana de, ana, əsl ana, həqiqi ana. Ananın bu xüsusiyyəti var. Gedəsən onun qapısına, desən, anacan, mən bax, nigaranam, narahatam. O da desin, İlahi, mənim balamdır, övladımdır, gəlib mənə etiraf eləyir səhvlərini, gəlir nigarançılığını mənə deyir. O da əlini qaldırsın Allahın dərgahına, Zəhra dua eləsə, xanım Zəhra, Allah onun duasını qaytarmaz ki, şübhəsiz qaytarmaz. Təvəssül bunun üçündür ki, bu gözəl insanlar, imamlar, Allahın rəhmət imamları, onların anası xanım Fatimə Zəhra, gedəsən onların vasitəsilə, onlar da səni bir cür nəvaziş eləsin. Əslində, hər şey eləyən elə Allahdır, Tohidin özü budur. Allah qurub bu büsatı. Hərəsi Allahın bir sifətidir onların. Hərəsi Allahın bir rəhmət sifətidir imamların. Deyirlər, imam qapısına getmək şirkdir. Onların hərəsi Allahın rəhmətinin bir cür təzahürüdür. Allah özü qurub ki, bir gün birinin qapısından gəl, hamısı elə mənim nümayəndəmdir. Hamısı mənim rəhmətimin ifadəsidir. Onların içində də xanım Fatimə Zəhranın məqamı, bilmirəm nə üçün nə söz gəldi Həzrət Zəhradan. Çünki ana çox nigarandır, ana ən çox nigarandır. Bütün gün oğlunun, övladının dərdindədir. Desən, ana bax, mən buyam, mən bu insanam. Ana da dərhal deyər ki, başı dolanın. Bu sözləri eşitmək xoşdur anadan. Elə bir Həzrət Zəhra bu sözləri demir, deyir valla.